Əlbəttə, münafiq istəməz səni, nütfəsi pak olan, yad bilməz səni, bəsirət sahibi dəyişməz səni, bənzərsiz insansan ağa ya Əli. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Eûzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahillezî cealena minel muslimin. Ve cealena mutemessikîne bi vilayeti Ali ibn Abi Talib emiril mu'minin. والأئمة الأطهار عليهم الصلاة والسلام أجمعين. الصلاة والسلام على رسولنا محمد وآله الطيبين الطاهرين المعصومين سيما بقية الله في الأرضين ولعنة الدائمة على أعداء أجمعين من الآن إلى قيام يوم الدين. Selam olsun aziz Əhl-i Beyt dostlarına, Əhl-i Beyt sever kardeş bacılarımıza. Hamıya məlum olduğu kimi bayramlar şahı olan, bayramların bayramı olan Böyük Qədirxan bayramıdır. Ve biz bu bayram ərəfəsində bütün Əhl-i Beyt dostlarını başta İmam-ı Zaman ağamız olmaqla Əcəlallahu Teala Fərəcəhu Şərifin huzuruna salam yetirib onu təbrik etməklə cümlə Əhl-i Beyt dostlarını, sizləri bu qərib diyardan, Almanya Federativ Respublikasından və Bavariya vilayətindən salamlayır və hamınızı bu əziz bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Əziz möminlər, əziz Əhl-i Beyt sevərlər, əziz Əli aşiqləri. Bildiyiniz kimi bu gözəl gün İslam tarixində mühüm bir hadisədən xəbər verir. Elə bir hadisə ki, Həzrət Peyğəmbərimizdən sonra onun siyasi, ictimai və dini ideologiyasını və yolunu davam etdirə biləcək bir şəxs bugün müsəlmanlar üzərində rəhbərlik vəzifəsinə nail olur və ilahi dərgahdan əmr alaraq Peyğəmbərimiz onu bu vəzifəyə təyin edir. Və bu günü qeyd etmək, bu günün şərafətini çatdırmaq, anlatmaq, insanlara izah etmək özü qədər də şərafətli bir əməldir və işdir. Allah bizləri bu işdə müvəffəq etsin inşallah. Allah-u Teala Qur'an-ı Kərimdə Əl-Maidə surəsinin 67-ci ayəsində, ayə-i şərifəsində bu tarixi hadisəyə işarət etmişdir və bu ayə birbaşa və bir daha bu hadisənin Qur'andan isbatlı olmasını ortaya qoyur. Allah buyurur: "Ya eyyuhər Rasul, bəlliğ mə unzilə iləykə min Rabbik." Ey Peyğəmbər, çatdır xalqa Rəbbin tərəfindən sənə çatdırılanı. Ya eyyuhər Rasul, bəlliğ mə unzilə iləykə min Rabbik və in ləm təf'əl əmə bəlləqdə risalətə. Əgər sən bunu çatdırmasan, öz risaləti çatdırmamış olacaqsan. Allahu ya'simuka minən nas. Allah səni qoruyar insanların şərrindən. İnnallaha la yehdil qavmel kafirin. Həqiqətən Allah kafir qövmünü hidayət etməz. Sadaqallahul aliyyul azim. Əziz dinləyicilər, gördüyünüz kimi Maidə surəsinin 67-ci ayəti şərifəsində Allah-u Teala Peyğəmbərimizə bir məsələdən agah edir və sanki ona əmr edir bu işin görülməsini. Bu məsələ nə vaxt baş vermişdir? Tarix yazarlar yazırlar ki, Həzrət Peyğəmbərimiz 11-ci Hicrət ilinin 18-ci Zilhiccə ayında Məkkə ilə Mədinə arasında, yəni son həcc ziyarətini başa vurduqdan sonra Məkkə ilə Mədinə arasında bir biyabanda, quru səhrada və çöldə ki, o çölün adı Qədirxan deyilən bir çöl olubdur. Həmin çöldə Allah-u Teala tərəfindən əmr alır Cənab-ı Cəbrail vasitəsilə vəhiy gəlir Peyğəmbərimizə ki, sənə çatdırılanı, sənə iblağ olunanı xalqa çatdır, təbliğ elə. Çünki əgər bu işi görməsən, sən öz risalətini tamamlamamış olacaqsan. Öz Peyğəmbərliyi başa çatdırmamış olacaqsan. Və Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm öz növbəsində birinci növbədə ehtiyat edir. Elə bilir ki, Peyğəmbərimiz bu işi görsə, xalq onu qınıyar. Digər Həzrət Peyğəmbərimiz qohumbazlıq edir, öz əmsi oğlu Kürəkəni Həzrət Əli əleyhissalamı öz yerinə canişin təyin etməkdə. Lakin Allah-u Teala'nın əmrin, fərmayişin tərəddüdsüz və şəksiz şübhəsiz gördükdə və bir neçə təkrar olduqda bu əmr, fərmayiş artıq bunu icra etməkdə israrlı olur
və xalqı bir yerə toplayaraq o zamanki həclərin toplumunda bu ilahi əmri insanlara agah edir. Rəvayətlərdə deyilir ki, həmin zaman Həzrət Peyğəmbərimizlə Məkkəyə ziyarət üçün gələnlərin sayı 120 min nəfərdən çox idi. Bəzi rəvayətlərdə az rəqəmdə desələr də 22 mindən az deyən olmayıb. Hətta 17 min Yəmənli və 5 min Mədinəli olduğunu da deyiblər. Yəni biləxərə o ziyarətdə 10 minlərlə həcc iştirak edirdi. Ən azından götürsək 10 minlərlə həccinin iştirakının huzurunda, Allah evinin ziyarətçilərinin huzurunda bu hadisə, bu iş baş vermişdir. Həzrət Peyğəmbər əleyhissalam ilk növbədə tərəddüd etsə də, Cənab-ı Cəbrail əleyhissalam ona bu işdə israrlı olaraq təkid etmiş və nəhayət Həzrət Peyğəmbər əleyhissalam bu əmri ilahini yerinə yetirməyə məcbur olmuşdur və heç bir şübhə etmədən və tərəddüd etmədən onu xalqa çatdırmışdır. Həzrət Peyğəmbərimiz əmr etmişdir ki, qarşıda gedən həcləri geri qaytarsınlar və arxada qalanları çağırıb gətirsinlər. Bu zaman böyük bir toplum izdiham yarandı. Səhranın ortasında Məkkə ilə Mədinə arasında Qədirxum deyilən bir çöldə Həzrət Peyğəmbərimiz dəvələrin yüyənindən minbər düzəltdi. Və özü də Həzrət Əli əleyhissalamı da o minbərin üzərinə qaldırdı və onun əlini göyə qaldıraraq xalqa Həzrət Əli əleyhissalamı şərafətlə və cəsarətlə təqdim etdi. Peyğəmbər əleyhissalam bu işdə qorxmadan insanlara müraciət etdi və buyurdu ki, Əxəzən nəbi biyədihi Aliyyun əleyhissalam fəqalə mən kuntu məvlahu fəhazə Aliyyun məvlahu. Həzrət Əli əleyhissalamın əlini yuxarı qaldıraraq insanlara bəyan etdi ki, mən kimin bu günə qədər ağası və rəhbəri idimsə, məndən sonra da, bu gündən sonra da Həzrət Əli əleyhissalam gördüyünüz bu Əli onun ağası və rəhbəri olacaqdır. İlahi, sonra dua etdi. İlahi, mən valahu, ilahi, bu şəxsi, bu kişini dost tutana sən də dost tut və mən adahu və hər kəs ona düşmən olarsa ona düşmən ol. Hər kəs Həzrət Əli əleyhissalamın vilayətini təsdiq edib qəbul edərsə, həm İslamı kamil olmuş olacaq, həm neməti tamamlamış olacaq, həm də Allah onun dinindən, İslamından razı olacaq. Yox, əgər Həzrət Əli əleyhissalamın vilayətindən boyun qaçırarsa, onda onun İslamı da, dini də natamam qalmış olacaqdır. Necə ki, bu hadisə baş verəndən sonra bütün müsəlmanlar Həzrət Əli əleyhissalamı təbrik elədi və onu Əmir-i-Möminin adlandırdı Peyğəmbər əleyhissalam. Yəni, möminlərin əmiri və xalq da gəlib möminlərin əmiri olan ilk bu adı alan şəxsi, yəni Peyğəmbərin kürəkəni, Həzrət Əli əleyhissalamı, Allahın höccətini, yer üzündəki nümayəndəsini, Peyğəmbərin canişinini və haqq vəsisini təbrik etdi. O gündən bu günə Həzrət Əli əleyhissalam Əmir-i-Möminin adlandı, yəni möminlərin əmiri. Bu ad Həzrət Əli əleyhissalamdan başqa heç bir şəxsə verilməmişdir və haqlı da deyildi ki, bir şəxs onu Həzrət Əli əleyhissalamdan başqa bir yerdə özü üçün hallandırsın. Hətta məsum imamlarımız belə o adı öz üzərinə götürməmişdilər. Hər kəs bu adı öz üzərinə götürmüşsə, o bu dünyada rüsvay olmuşdur. Çox pis xəstəliklərlə və çox pis adlarla bu dünyadan bərbad bir vəziyyətdə getmişdir. Ona görə bu adı öz üzərinə götürən insan ilk növbədə Həzrət Əli əleyhissalamın haqqına təcavüz etmiş olur. Çünki Allah-u Teala bu adı məxsusən bu şərafətli adı, ləqəbi Əmir-i-Möminin Əli ibn Əbi Talib əleyhissalama bəxş etmişdir. Ondan başqa bu adı daşımağa heç kəsin ləyaqəti və şərafəti çatmaz. Ona görə kəlmə-i şəhadətimiz o gündən bu günə bu cür formalaşdı. Əşhədü ən la ilahə illallah, şəhadət verirəm Allahdan başqa Allah yoxdur. Və əşhədü ənnə Muhammedən abduhu və rəsuluh, və şəhadət verirəm ki, Muhammed Allahın qulu və elçisidir. Və əşhədü ənnə əmirəl-mömininə Əliyyun vəliyyullah, və şəhadət veririk ki, və verirəm ki, ənnə əmirəl-möminin, həqiqətən əmirəl-möminin, möminlərin əmiri Əliyyən vəliyyullah. Möminlərin əmiridir, həm Allahın dostudur və vəsiyyü rəsulillah, və Allah elçisinin vəsisidir. Haqqan haqqa, haqq olaraq, bila fəslin və fasiləsiz olaraq. Bugünkü gündə bu şəhadət hələ öz hökmündə qalıb, hər kəs bu şəhadət kəlmələrini təkrar edərsə və deyərsə, o həqiqətən də əsl İslamı Allah huzuruna gətirmiş olacaqdır. Çünki Allah-u Teala bu məsələdə, bu hadisədə
axırıncı olaraq bu ayəni də nazil etdi ki, Maidə surəsinin 3-cü ayəsində qərar tapmışdır. Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu bikumul İslamə dinə. Həqiqətən də bu gün artıq sizin dininizi kamil etdim. Allah bu hadisədən sonra dinin kamil olduğunu bəyan etdi. Və dedi ki, ey Peyğəmbər, indi artıq sizin dininizi kamil etdim, İslamı kamil etdim. Və aleykum ni'məti və sizə neməti tamamladım. Və ətməmtu aleykum ni'məti və sizlər üzərinə nemətlərimi tamamladım. Artıq bu vilayət, bu ilahi pərverdiganın göndərdiyi Həzrət Əli əleyhissalamın dostluğu, onun əmrinə tabi olmaq, onu əmir-i müminin bilmək neməti, bütün nemətlərin başında olan bir nemətdir ki, bu nemətlə Allah Teala bütün nemətləri tamamlayır və raditu lekumul İslamə dinə buyurur və sizin üçün İslam dininin din olmasına razılıq verdin deyir. Bəli, əziz dostlar, əziz əhl-i beyt sevərlər, bu gün elə bir gündür ki, bu günlər, yəni Qədir Xum günü ərəfələrindəyik. Bu mübarək günə elə bir günlərdir ki, biz Əli dostları, Əli sevərləri bir daha Həzrət Əlinin ilahi taxtaca sahib olduğu və xilafətə yetişdiyi və Peyğəmbər vəsisi olduğu, canişin olduğu günü qeyd edirik. Və bunu biz etməliyik və bütün gələcək nəsillərə çatdırmalıyıq. Həzrət Peyğəmbərimiz buyurdu ki, bu hadisəni burada olan iştirakçılar, burada olanlar olmayanlara xəbər versinlər. Hamı bu hadisəni bir-birinə çatdırsınlar. Nəsillər bu hadisəni bir-birinə ötürsünlər. İnsanlar gələcək nəsillərə bunları çatdırsınlar. Bizim vəzifə borcumuzdur ki, hər bir şəxs Həzrət Əli əleyhissalamın bu ilahi vəzifəyə, ilahi əmrə görə vəzifəyə təyin olduğu günü, yəni Peyğəmbərdən sonra ümmətin rəhbəri olduğu günü, seçildiyi günü xalqa çatdıraq və bütün müsəlmanlar bilsinlər ki, Həzrət Peyğəmbərimizin özündən sonra fasiləsiz olaraq haqq olan canişini, yerində olan nümayəndəsi, onun işlərini idarə edən, ümmətin rəhbərliyini boynuna götürən kim olmuşdur? Əmir-əl-müminin, möminlərin əmiri, Mövləl-Muttəqiyyan, müttəqilər mövlası olan Həzrət Əli ibn Əbi Talib əleyhissalam olmuşdur. Əbu Talib oğlu Əli əleyhissalam olmuşdur. Və bu şəhadəti biz verəriksə və bu günlər biz qeyd edəriksə, inşallah Allah huzurunda da kamil din ilə və razı olunmuş İslam ilə və tamamlamış nemət ilə inşallah zahir olaraq və hazır olaraq. Allah bizi bu dünya və axirət İmam Əli əleyhissalamın həm onun övladlarının pak vilayətindən və yolundan ayrı salmasın. Onlarla bizi məşhur və məhşur qərar versin inşallah. İstərdim Həzrət Əli əleyhissalamın bu Qədir Xum bayramı ərəfəsində ağamızın şəhərində yazdığım olan bir gözəl şeiri sizin inşallah huzurunuza təqdim edim. Əvvəla diqqətinizə görə minnətdarlığımı bildirirəm. Ağa ya Əli, sən elmə qapısan, hikmətə açar. İmanı olanlar səni dost tutar. Sinəndə Allahın min hikməti var. Bir sirri xudasan, ağa ya Əli. Hələ heç kainat yaradılmamış. Xaliq-i kainat səni yaratmış. Əhmədin nurundan nurun nur almış. Nurun öz nurusan, ağa ya Əli. Bu həyat səninlə gəlmiş vücuda, səni də əzəldən seçmişdir Xuda. Pənahsız olana pənahsan darda, ümidsən, arxasan, ağa ya Əli. Parlaqdır günəş tək fəzilətlərin, saysız hesabsızdır xoş əməllərin. Kimdə var söyləsin sənin hünərin, hünər dəryasısan, ağa ya Əli. Sənin bərəkətinlə ruzilənmişik. Sənin bərəkətinlə ruzilənmişik. Sənin istəyinlə haqqa gəlmişik. Səni əzəl gündən imam bilmişik. Sən bizə imamsan, ağa ya Əli. Əlbəttə, münafiq istəməz səni. Lütfəsi pak olan, yad bilməz səni. Bəsirət sahibi dəyişməz səni. Bənzərsiz insansan, ağa ya Əli. Təqvanın ən gözəl ülgüsü sənsən. İmanlı qəlblərin sevgisi sənsən, haqq ilə nahaqqın bölgüsü sənsən, həqqə bir nişansan, ağa ya Əli. Behiştin açarı sənin əlində, cəhənnəm alovu sönər eşqində, buranın şahısan, ahirətin də, sən şahlar şahısan, ağa ya Əli. Hər iki aləmin ixtiyarısan, Allahın şirisən, tacdarısan, günahkar kimsənin xilaskarısan, hər kəsin yarısan, ağa ya Əli. Mövlacan,
Mövlacan qələmim titrəyir hərdən, nə olar qüvvət ver, düşməyim əldən. Rəhm eylə əlini üzmə rövşəndən, yenə sən pənahsan ağaya Əli, yenə sən pənahsan ağaya Əli. Allah-u Teala'dan istəyim budur ki, Allah bizi dünya və axirət bu gözəl Mövlamız olan, hamının şəfaətçisi olan və qəbr evində, bərzaq evində, hətta can verən andan tutmuş, qiyamət günə qədər bizim qəhrimiz çəkən, bizim başımızın üstə durub pənahımızda olan ağamız Mövlamız Əli əleyhissalamdan ayrı salmasın. Onunla bizi məşhur və məhşur qərar versin. Və sonda bir daha siz əzizlərə məsləhət və nəsiyyətim budur ki, bugünkü günlərdə Allah rızası üçün Həzrət Əli yolunda ehsanlar edib lütf edəsiz və mömin qardaş və bacılarınızı sevindirəsiz. Rəvayətlərdə bu işə çox təkid olunmuşdur və hətta buyurulur ki, bir mömini sevindirmək, bir mömini doyuzdurmaq və yedizdirmək 1 milyon siddiqi, 1 milyon salihi, 1 milyon şəhidi və 1 milyon nəbi peyğəmbəri sevindirmək deməkdir. Əziz möminlər, əziz bacı qardaşlar və əziz Əli sevərlər, bu günlərdə bir-birinizi sevindirin, onlara xoş sözlər deyin və bu gözəl hadisəni dünyaya çatdırın, dünya əhlinə çatdırın. Onu da sizə deyim ki, rəvayətlərdə buyurulur ki, Həzrət Əlinin bu xoş günü, bu şad günü, yəni Qədirxum günü yerdən daha çox göydə qeyd olunur, asimanda qeyd olunur, səmada mələklər tərəfindən qeyd olunur. Biz də mələklərin bu işinə qoşulaq, onlara şərik olaq, biz də geri qalmayaq. Çünki vaxtı ilə, zamanı ilə bu bayramı qeyd etmədiyimizdən, zəif qeyd etdiyimizdən Kərbəla hadisəsi baş verdi və İmam Hüseyin ağamız şəhid oldu. Əgər biz də bir daha belə bir səhvə yol versək və Qədirxumumuzu, Aşuramızı unutdursaq və unutsaq, onda İmam-ı Zaman ağamızın qədrini bilməyəcəklər və eyni halda əziyyət çəkməsinə səbəb olacaqdır. Və çalışaq ki, bu gözəl bayramları qeyd edək, təntənəli surətdə, gözəl şəkildə ehsanlar edək, lütf edək və insanları bacardığımız qədər ətrafımızda olanlar sevindirək və insanları bu bayramın fəzilətindən və savabından agah edək inşallah. Allah bizləri bu işdə cəmən müvəffəq edəsin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuh.